Salam dostlar, bu gün mənim videoma xoş gəlmisiniz. Bu gün sizlərlə bərabər Age of Story Definitive Edition'da Alman Avustur serimizə davam edirik. Əvvəlki videolara gələn izlənmələrə görə sizə təşəkkürlərimi bildirirəm və videoların gecikməsinə görə üzrlərimi istəyirəm. Bəzi səbəblərə görə olmuşdu. Son dəfə Ukraynadan olan intiqamımızı almağa başlamışdıq və əmin addımlarla da bunun üzərində irəliləyirdik. Və mən özümüzə də güvənirəm ki, bu əmin addımlar heç vaxt yıxılmayacaq və buna da inşallah deyərək intiqamımızı almağa davam edirik. Yəni bəzi yerlərdə ordu sayımız çoxdur, bəzi yerlərdə azdır. Bilmirəm necə irəliləyəcək döyüş. Sadəcə mən öz fikrimi olaraq demişdim. Və burada 600 min ordu qaldı məsələn. Mən bura bölüşdürməyi fikirləşirəm. Bilmirəm, yəni o deyil. Çox azdır aşağıda ordu. Şimalda yuxarıdır sayı. Amma cənubda azdır. Buna 1.2 milyon ordu. 700 min ordu, 200 min ordu. Yəni bilmirəm. Biraz oy. Çox pis gəldilər, çox pis gəldilər. Yağma fikirləşmirəm eləməyə, yəni məcbur qalsam eləyərəm yəni. Mən də yəni məcbur qalsam eləyəcəm. 22 min ordu idi da ora gedəndə. Biz 136 minlik bir ordu burada sözləşməli asker alaq. Girsin bu da bura. 800 minlik ordu hər tərəfə paylansın. Bu 2.3 milyon ordu burada niyə qalıb axı? Və indi mən bunu paylayacağam. Dam. Ordunun kontrolunu AI-ya verməyə qorxuram artıq. Amma yox, Kamboçyaya qarşı comeback AI yaptı da mən atmadım ki. Yuxarıdan irəliləməli. 1 milyon ordunu hərəkət etdirə bilmədik. Qəşəng, mükəmməl bir şəkildə irəliyirik. Sən də gir, sən bura gəl köməyə. Çox pis sıxışmış da ola bilərik. Sıxışmamış da ola bilərik. Bir dəqiqə. Çox pis vəziyyətdə ola bilərik. Pis vəziyyətdə olmamış da ola bilərik. 300 min ordu buradan gəldi. 300 min də buradan bassın. Sən 1.5 milyon ordu. Sən bura. Sən də paylan bütün dövlətə. Get baş paytaxtlarına. Yəni hər şey elə. Başa düşdün? Hər şey elə. Daha burada da sözləşməli asker istihdam elə. 78 min kafir. Hər tərəfə payla bunu da. Belə. Hərəkət xalımız çox azdır. Bunu da belə elə. Aha, orada 1 milyon ordu qaldı. Niyyət. Bum! Gəldi. Tez ora kömək göndər. Tez. 150 min göndər. Bas buradan öz torpaqlarımızda özümüzdən ordu basaq. Gətir bura sözləşməli asker istihdam et. 316 min. Belə eləyək. Sən buralara tərəf yönəl. Çox da bir şey eləyə biləcəyimizi fikirləşmirəm. 500 min. Gir baba, gir. Və qəşəng sıxışdırdıq onları. Yox elədik. Partladın. Aha, intiqam alırıq. İntiqamımızı alırıq. İntiqam belə olur. Bir dəqiqə 500 min ordu göndər köməyə. Bu Alman Avustur hökuməti heç vaxt yıxılmamışdı. Biz yenə 6 milyon itirmişik. Onlar 2.7 milyon itirib. Yəni heç nə olmaz. Yəni biz öz ordumuzun gücü ilə qalib gələcəyik və hamısını da ala bilmirik. Problem yoxdur. Yuxarı hissəni mi alsam, aşağı hissəni mi alsam? Aşağı hissə daha dəyərli görsənir. Ona görə aşağı hissəni alacağam. Həm də oradan Türkiyəyə tərəf yaylarıq. Çünki daha Avropada işimiz qalmadı. Buranı Macaristanı da alaq, Avstriyanı da alaq, öz məmləkətimizi də alaq. Buralar biraz az ulduzdur, düzdür. Amma 8 az ulduz deyirik. Çexiya, ulduzumuz satar Çexiya. 55. 5 bunu al. Baxım. Bu iki torpağı da alır. Bu nə də?
Burada böyle xətt çəkdik. Bunu da al. Hə, 4 ulduzuymuş. Bunu da əlavə etsəydik, yaxşı almamışıq. 3 ulduza da bunu al. Qəşəng. Bomba kimi. Vasal da diləmirəm. Barış anlaşmasını imzalayıram. Yox! Amsterdam tərəf qaldı. Bir dəqiqə dostlar, mən seyvə geri qayıdım. Heç nə eləməyəcəm. Həmin kimi döyüşüb, sadəcə bu iki torpağı alacağım. Belə də anlaşma olacaq. Həmin yerdə atacağım. Bəli dostlar, bu dəfə də eyni şey oldu. Və vəssalam, gördüyünüz kimi Amsterdamda aldım. Çox qəşəng böyüdü, yəni ekstremal böyüdü. Həqiqi yaxşı mənadadır, yəni deyirəm. Və görək nə qədər ordumuz var bu arada. Berlin'i aldım. Berlin. Haradadır bu? Diplomasi olarak başkenti taşı. Berlin. Cha-cha. 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 Cha. Cha. Chu. Bı. Gü. Bizim her şeyimiz az diye. Ne bileyim her şey, her şey az. Savunmaya da vereceğim bir tane o şey. Buna bu 137, 116, 150, 100, 134. Ona göre biz bu kadar orada istiririk de. Buna bak 155, 139. Ne diyorsun ekonomi? 1.36, 1.29, 1.15. Yine ekonomik yatırıma məcburam gedim mən. Niye ekonomik yatırım? İşıq da çox olur. Getmək də istəmirəm, çünki videodan çox uzaq qalırsınız. Ne edəcəyik yanında belə vaxtlarda, belə sərfəli vəziyyətlərdə. 100.000 çıxmaz səndən. Sözləşməni asker belə 100.000 çağır. Aha. 1 milyon ordumuz, 10 milyon ordumuz var. Bundan kimə girək? Biz bundan 1 milyon güclüdəki orduya girsək, güclən olaraq. Biz hələ Ukraynanı ala bilməyimizin səbəbi təzə döyüşdən çıxma. Aha, bu nə dolar? Sizin ömürlük müttəfiqsiz, neçə illik müttəfiqsiz olasınız? Yanımıza müttəfiq çəkməyin bir anlamı yoxdur. Mən deyirəm, biz Fransa, İspaniyanı da özümüz alaq. Qovaq Fransiyanı. Birinci İspaniya qovaq. İttifaqdan qovaq ki, 1v2 gəlməsinlər. Bir dəqiqə, İspaniyanı ittifaqdan qovuruq. Bəli. Fransanı da özümüz alacaq. Bunun üçün işləmlərə keçəcəyik. 12 milyon ordusu var. 40 milyon ordu yığacaq. Ən azı 40-50. Bu qədər ordu yığmalıyıq. Yəni, niyə deyirəm? Baxın, bu 700 milyon ordu keçir buradan. 700 milyon ordu bizim 3 milyon ordumuzun içindən keçə bilər. 155, 139. Ay, biz şey eləməliyik, ekonomik araşdırma yatırımı. Biraz ekonomik yatırım da eləyə bilərik. Ha, ekonomik yatırım da çox gəlir sağlayır. Gəlirlə də deyil axı. Gəlirlə də məsələ deyil də. Bir dəqiqə pul lazımdır bizə. Puldakı... Pul alırıq, pul çoxdur bizdə. Buff lazımdır, buff. Bilsən necə, biz birləşdik deyə, buff bizdə o gəlmir. Bir dövlətlə birləşirəmsə, o dövlətin buffı ilə mənim buffım necə birləşməməlidir o? Birləşib ikiyə bölməlidir də. Çox zəif qalırıq, çox zəifətdir, nasıl zəif qalırıq? Bilməm, bu qədər də araşdırmaya atılmayacaq. 70 milyon. Heç olmasa buffda gəlib Fransanın səviyyəsinə çatsaq, tonlu bəs eləyər bizə bu. Bilmirəm, məsələn, nə qədər bunun şey bu? 1.21. Sən heç ölkə ələ keçirmirsən, torpaq ələ keçirmirsən? Yox. Sən torpaq da ələ keçirməmsən. Döyüşdə olduğun dövlət var mı? Yox. Türkiyəsən kimlə döyürsən? Misirlə döyüşdürsən. İçindən keçərlər Türkiyə. Yəni torpaq fəth eləməmsən, yəni 1.37, 1.16. Necə keçəcəyik biz bunu? Gələn xalların da hamısını orduya verəcəm.
Ya orduya verəcəm, ya hərəkət xalına verəcəm. Amca, hərəkət xalı satmır. İstədiyim kimi hərəkət edəmirəm. Bu nədir? Yəni mən bilirsən nə fikirləşirəm? Fransanı bütün çəmbərləyəcəyik. Bax, Andorra'nda qızışdır. Andorra yoxdur, hə, var. Andorra la Vella. Mən burada qoyacağam, burada qoyacağam, öz torpaqlarıma da qoyacağam. Öz torpaqlarıma daha çox qoyacağam. Amma buraları azdan buzdan qoyacağam ki, həm dənizdən gələn orduları şey eləsin, göğüsləsin, sinəlləsin. Həm də ki, əlavə olaraq, nədir onun adı? Başlarını qaçsınlar, orduları rot çəkməyə məcbur qalsın, arxadan da əlavə güclü ordumuz gəlsin. Bu arada İtaliyaya baxın, bir torpağı sıxışıb. Yazıq. Ay! Mən İspaniya ilə müttəfiqəmmi? Yox. Sən mənə niyə belə bir təklif göndərirsən? Rədd eləyirəm. Özüm döyüş elan edəcəm. Mən sən bunu şeylə oyala. Yenə də fürsətçiliyimizdən istifadə eləyəcəyik. Ordu hardan basa bilirik, bax. Ordu basa bilmirik, deyirik fürsətçilik. Nə basa bilirik ya? 600 min basa biz taxra gedirik, bilib. Nə hərəkət halı var, nə əhalisi var, nə buff'ı var, nə defansı var. Biz nətər dövlət olduq, biz nə haralara düşdük, biz Avstriya, Macaristan quracaqdıq. Bu nədir? Bunu qəbul Hitlerin yolundan getdik biz. Necə oldu bu? Nə bilim. Deyəcək tək bir söz var. O da biz xəyanət də olsa, məyanət də olsa heç vaxt yıxılmadıq. Heç vaxt. Nə vaxt gördünüz biz yıxıldıq? Heç vaxt. Yıxılmadıq. Həmişə ayaqda qaldıq. Həmişə ayaqda qalmasını bildik. Bundan əlavə olaraq dedim görək Fransa, İspaniya babatiski bastırır. Babat bastırır, özdə elə belə deyil. Bizim əlavə 10 milyon ordumuz da var da. Ordu yığ bura. Berlinə. Sözləşməni askerləndə 1 milyon özün üstünə qoy. Nə qədər ordu yığdıq şey. Döyüşdə deyə çox yığmaq da lazımdır. Və salam 17 min. Bir dənə də sözləşməni askerləndə 991 min də qoy. Tez. Ay, İspaniya aldı ki buna. Heç nə olmaz, İspaniyadan alarıq biz. Bütün torpaqlarını aldın, yox. Da Fransanı alaq, sonra İspaniyanı alaq. Yox, İspaniyanı alaq, sonra Fransanı alaq. Hə. İspaniyanı alaq. İberiya kuşatması edək bir dənə. 1 2 yaxşı, 2 3 hara keçim mən? 3 4 bura qoyma. Hə, bura 5 bas belə. Bu nədir? Ordular qalıb ki burada. Hamısına şey çatmayıb, hə? Lap yaxşı. Oradan buradan püştümdən orduları yığaq özümüzə. Ora qoyarıq. O hissəyə qoyarıq. Bu arada İspaniyanı ala bilərik biz. Yox, eləyərlər. Çatmaz bu ordu. Sadəcə arxadan vurmağa güvəndim. Çatmaz bu ordu. Çatmaz. Özüm ölüm çatmaz. Bu nədir? Biz niyə edəcəyik belə? Öldük. Allah rəhmət eləsin. Öldük. Yəni bu nədir? Yəni o deyil. Çox güclüdülər. Buff debuff'ı gördüm. Bizim 5 qatımız deyil. 5 qatımız. Yox eləyərlər. İçimizdən keçər. Biz qorxacağıq mı? Allah, təbii ki qorxmayacağıq. Meksika'da var idi. Come on Meksika. Ay, orduların hamısı oturmuyor. Niye problem? Granat. Yeah.
qorxuram. İtaliyadan çox qorxuram. İçimizdən keçərlər böyük ehtimal. Ay, 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 ay. Ay, ay, ay. Bu dəqiqə burada asimlə, masimlə heç nə eləməyiblər. Girin, girin. Bum. Girin deyirəm sizə. Hardadır mənim ordularım? Girin. 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 Girməklə məşğul olun. Bam. Girin. Güvənirəm ki, dəstəklərim sizə. Girin. Tez Afrikanı həll eləyin gəlin. Tez həll eləyin gəlin. Tez. Çox tez. Afrikanı həll eləyin. Gəlin məyama. Tez olun, tez ol. Tez keç oradan ora. Bam. Güm. Tez kömək lazımdır. Tez buraları həll eləyin görüm. Tez həll eləyin, tez. Çox tez həll eləyin özünüz. Çox tez. Gir. Tez ol. Bizim bura ordu qıyılmaqda yadımdan çıxmışdı. Orada ordu göndər. Tez ol. Nəyi var tez ol. Bam. Olmadı bam. Bum. Gətir. Köməyə gətir buraya. İberiya ordu gətir. Sən 41.000 buranı alarsan. Köməyə gedin bura. Çətin vəziyyətdədir ora. Köməyə gedin deyirəm. Köməyə gedin. Öldülər orada. İberiya dairəsinin çəmbəri pozulmamalıdır. 400.000 orada nə işim var bu yerlərdə? Nəsə dağı teşn olmaz. Gəlir artıya keçərik, müsbətə keçərik. Gəl sən də gəl bura. Keç. Bir dənə ada dövləti. O boyda ada dövlətisən. Özü hörmətlə alaydı. Olmasa ada tikdirərdin. Nə bilim, deyirəm də bu dövlətlərin elədikləri altyapılar yaxşı deyil. Ona görə deyirəm isyan çıxardın, keçin bizim tərəfimizə də. Yox. Dövlətləri axı onlara heç nə eləməsələr də onlar oturur yerində axı. Qorxmayın deyirəm, qorxurlar dövlətlər. Niyə yazdıqlarının gözlərini necə qorxusudlar? Mən də onların gözlərini elə qorxudum. Gözlə. Yox eləyəcəm İspaniyanı. İspaniya tərpənə bilmədən, ordu basa bilmədən biz yox eləyəcəyik onları. Bizim adımız Alman Avstur. 17 dəqiqə dövlət. Tez ol. Nədir onun adı? Video qurtarmadan. Allah. Tərəkat halımız həddindən artıq az deyil. Elə belə az deyil. Çox azdır. Bu nədir? Bilmirəm, başa düşmürəm niyə bu qədər azdır. Mən hərəkət eləyəmirəm axı belə. Orduları dizginliyim. Andorra La Vella torpağına da girin. Artıq girin. Sən buradan belə qranat elə. Sən 92.000 get bura köməyə. Sən də qranat elə. Bəlkə bir işə yara. Atlanmaqdan başqa çarəmiz yoxdur. Biz belə getsə uzacağıq. Mən yalan danışmıyorum. Belə getsə biz yox olacağıq. Arxadan orada tez gəlməlidir. 1.9 milyon. Canımsan, cicimsən. Tez göndər bura. Tez ol. Aha, bizim ordumuz yerliyə həqiqətən. Ordu yoxdur. Bir dəqiqə necə oluyor bu? Bizdə ordu yoxdur. 200.000 bas burada. Bir dəqiqə. Belə olmamalı lazım idi. 12 milyon itirmişik, 7 milyon itiriblər. Bir dəqiqə. Çox pis vəziyyətdəyik. Pul lazım deyil, ordu lazımdır. 41.000 sən də gəl bura köməyə. 6 çox ordu göndərdik. Oradan bəlkə nəsə eləyə bilərik. 191.000 gir də nəyə gözləyirsən burada? Sən də get bura köməyə. Nəyə gözləyirsiniz burada? Gedin köməyə. Bax burada gözləyirlər nə qədər. Vay deyirəm də. Göndər qabağa. Göndər bunları da qabağa. Bam. İçimizdən keçdilər orada. Qəşəng. İçimizdən keçmələr qəşəng deyil əlbəttə ki. Sadəcə də yanında. Yıxılmayın ordum.
Orada yıxılma, 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 yıxılma. Arxadan gəlir bir 120 minə, 120, 150 minə yaxın ordu. İspaniyanı alacağıq. İspaniya bizimdir. İspaniya Alman Avstra hökumətinindir. Tez göndər 163 min bir də. Ordu bas bir yerdən. Bilmirəm artıq bir şeylər elə. Romadan ordu basamıram. Burada liman var. 194 min ordum burada. Nə az var. Ben nə edirəm orada. Bas, ordu bas. Ordu bas. Yaxşı basma. Qoy biraz pul yığ, ondan sonra ordu bas. Yaxşı, başa düşdüm. Gir belə. Bura sözləşməli asker qoy, tez ol. Tiz ol. Müz ol. 93 min, kafi. Yağmalama. Eləmə bir şey. Yağma bizlik deyil. Gir, baş şəntərinə gir. Gir deyirəm sənə. Gir. Alan miri. Video 20 dəqiqəyə çatdı. Alan miri. Biz niyə belə bir dövlətiyik? Bizim niyə üzümüz gülmür? Alan miri. Alacağıq, nə alan miri? Mənə İspaniya, sən mənə xəyanət elədin. Gəlmədin. O müttəfiqlik vaxtı gəlmədin. Məni Ukraynaya qarşı tək başıma buraxdın. Mən də səni elə buraxdım. Yalvaracaqsan. Ağlayacaqsan. Deyəcəksən alınma, eləmə, mərhəmət göstər. Buradakıları da alın artıq da. Bu torpaqları almasaz parazit kimi yayılacaqlar. Parazit bilsin nə deyilən bir şeydir. Bu parazit çox pis şeydir. Deməli, neynəyəcəyik? Bu 13-40 min ordu. Hərəkət bura. Eləmə. Sən 40 min bura köməyə get. Tez ol. Növbəti xala keç. Oranın içindən keçdilər. Niyə problem yoxdur. Bir dənə ordu 100 minə yaxın ordular var. Başqa yerlərdə. Ümid eləyirəm ki, İspaniya yaşamalıyıq. Yəni İspaniyadan bir gözlənilməz bir 400 minə yaxın ordu çıxmaz. Ordular tez gəlin. 500 min ordu. Burada nə az sayım var. Get deyirəm qabağa da. Dövlət görsən döyüşdəcəksən burada nə işin var axı? Get qabağa. Milli ordu göndərirəm səni bura. Tez ol. Bir şeylər eləyin artıq dövlət. Belə də eləyək onda burada. Sözləşməli asker istihamilər, sözləşməli asker 69 min, bomba kimi tanımadığım bir dövlətdən keç. Bom! Belə. Alman Avstra hökumətinin gücü də bu. Gələn dəfə də anlaşmanı rahat eləyərik. Gələn dəfə artıq intiqamla açmayacağıq videonu. Gələn dəfə üzümüz gülərək açacağıq videonu. Sağ olun, salamat qalın.